Salam əziz abituriyentlər. Bu videoda günün sualının izahına baxırıq. Şəkildəki sual MHŞ Fizika Test Bankı Amil Ələşbarovun 2024-2025-ci il nəşrinə aiddir. Şəkildəki sistemdə M kranı açılıb mayelərin tarazlığı əldə edildikdə K nöqtəsindəki mayenin təzyiqi PK, L nöqtəsindəki isə PL olur. Buna əsasən PK bölü PL nisbətini tapın. Bizdə əsas şərt nə olmalı? Yəni mayenin həcminin saxlanılması. Mayelər həcmini saxlayır. Birinci halda həcm V bərabərdir. Oturacağın sahəsi 2S. Vuraq, hündürlük 2H. 4SH. Bizim maye həcmimiz 4SH ilə qəbul etdik. M kranı açıldıqdan sonra maye L hissəsindən axmağa başlayır və müəyyən anda artıq tarazlaşacaq. Və bu hissəyə DH deyirik. Bura H. Maye bu hissənin məlum məsələ tam dolduracaq. Bu hissənin həcmi SH-dır. Onda M kranı açıldıqdan sonra 4SH həcmindəki mayemiz ümumi sahələrimiz birləşir, oturacaq sahələrimiz birləşir. 3S bura H deyirik. Bu biz H deyirik tapaq ki, K nöqtəsinin də hündürlüyünü bilək. Çünki bura H zaten var. H diriyin də neçə H olduğunu tapsaq, məsələni həll etmiş olacaq. İşte gələk SH. Yəni bu hissənin maye həcmi. Bu ikisi birlikdə 4SH-a bərabər olmalıdır. Onda 3SH deyirik bərabərdir. 3SH-da SH 3S-də ixtisar getsin. H deyirik bərabərdir H-a. Yəni bizim buradakı hündürlüyümüz elə H-dır. Burada hündürlüyümüz H-dır. Onda L nöqtəsinin üzərindəki yekun hündürlük 2H-dır. K nöqtəsindəki mayenin hündürlüyü H-dır. Onda K nöqtəsindəki təzyiqimiz PK bərabərdir. Rho J H. PL nöqtəsindəki təzyiqimiz Rho J 2H-dır. Onda PK-nın PL-ə Rho J H bölək 2 Rho J H 2-də 1. Yəni K nöqtəsindəki təzyiqimiz L nöqtəsindəki təzyiqdən 2 dəfə kiçikdir. Məlum məsələdir, mayələrin hidrostatik təzyiqi hündürlükdən asılıdır, qabın formasından, oturacaq sahəsindən asılı deyil. Bu tipli başqa bir misala baxaq, daha asan üsulla. Ən çox qarşımıza çıxacaq suallardan biri. Bu formada olan suallarda MHŞ kitabında bu formada suallar çoxdur. Başlanğıc halda K kranı bağlıdır. Bura A nöqtəsi, bura isə B nöqtəsi deyək. Məsələnin belə bir məsələmiz belə olsun ki, başlanğıc halda A nöqtəsinin təzyiqi ilə kran açıldıqdan sonraki B nöqtəsinin təzyiqi necə dəyişər? Və yaxud da ki, elə A nöqtəsi qoyub eyni şeyi də deyə bilər. Çünki kran açıldıqdan sonra A ilə B-nin təzyiqi eyni olacaq. Bura 4S deyək, bura 2S deyək. Başlanğıc halda birinci qabda maye tam dolu olsun. Burada qabların ağzı açıqdır. Mən bunu belə çəkim ki, tam anlaşılsın. Birinci hissədə maye var. İkinci hissə B hissəsi boşdur. Başlanğıc halda burada hündürlük olsun elə 4H. K kranı açıldıqdan sonra tarazlaşan anda H-in neçə olacağını tapaq. Yəni, tarazlaşmış halda məlum məsələdir, U şəkilli boru birləşmiş qabdır bu və burada artıq maye hündürlükləri eyni olacaq, çünki eyni mayədən söhbət gedir. Birinci halda PA hissəsində təzyiq başlanğıc halda deməli, Rho J 4H bərabər 4 Rho J H. Bunu yadda saxlayaq. Və yenə həcmin saxlanılmasına görə birinci halda həcm V mayenin həcmi 4S oturacaq, vuraq 4H. 16SH. Bu qədər bizim mayemiz var. İndi K kranı açıldıqdan sonra bu maye 16SH mayesi ikisi arasında paylanacaq. Deməli,
16SH bərabərdir. Ümumi həcmimiz bu səfər 6S olacaq. Bura H'. H' də bərabərdir. S-lərimiz ixtisar gedir. 16/6. Bu da 3/8. 3/8 H qədər dəyişəcək. Yəni 8H bölək 3 qədər olacaq. İndi ikinci halda bizim PA, PB hissəmizdə təzyiqlər bərabərləşir. Birinci halda PB-də təzyiq yox idi. Rho J 3/8H 3/8 Rho J H olur. İndi məsələdə müxtəlif formalarda verər. Bizdən nisbət soruşa bilər. Məsələn, nə qədər dəyişdiyini soruşsa, PA-nı PB-yə bölsək, yəni PA-nın əvvəlki qiyməti PA-nın sonraki qiymətinə də bölmüş deyə bilərik. 4 deməli, Rho J H bölək 3/8 Rho J H. Bu da 2/3 Rho J H. Yəni 2/3-də belə ixtisar eləmişik deyə 2/3 olacaq. Bu formada da qarşımıza nisbət çıxa bilər.